Bu qala, daşlı qala ahənginin amuzişi. Re bəyat Şirazında yazmışam. Kökümüz yəni re olacaq. Orta simlər az simlərlə bir səsli olacaq. Biri əlbəttə. İkinci sim bir surəti bəm. Zirbəm halətdə ikinci və səs sim əvvəllə bir olacaq. Buranda re səsi verir. Bu ahəngi solda kökləsək çalmaq olar. Mən re kökləmişəm. Bəyat Şiraz, re bəyat Şiraz dəstgahında do'muz üstə diyez olacaq. Yəni 5-ci barmaqla bu pərdəni tutacaq do'da. Do deyiləndə. Bir də si bemol olacaq. Silərimiz nə mənə desək bemoldur. Ahəng iki qismətdən təşkil tapır ki, əvvəl qismətin çalırım, sonra amuzişinə keçək. Bu əvvəl qismətimiz ki, 2 dəfə çalındı. Keçək indi əvvəl mizan və ikinci mizanı bir yerdə. Es, la, 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 sol, la, sol, fa çalınır. Əvvəldə bir sukutumuz var. Sukutu eləyə bilirik, orta simə vuraq. La, 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 3 dənə la rast mizrab, 3-cü barmağına. O birisi mizan. La, sol, la, rast, səhv, rast olacaq. Sonra bir ilə sol, fa. Fa vurandan sonra bir yarım pərdiyə də işarə vura bilirik. Bəs oldu. La, 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 sol, fa. Bu halətdə. Üzərinə sürət çalsaq, bu halətdə olur. Fəqət burada çəp mizrabımız bir dənə bu solda oldu. La, solada. La, sol, çəp, la. La, sol, fa. Bir də ara məmul sürətlə çalın. Bu 2 mizanımız oldu. Yine sukut var. 3-cü və